Bismillahirrahmanirrahim. Elhamdülillah. Vallahu ekber ve la ilahe illallah. Bi zikri nebda'u ve daimen ve ebeda ve bihi nesta'inu evvelen ve ahira ve aleyhi netevekkelu fi cemiyi niyetina ve ekvalina ve ef'alina ve ehvalina ve tesrifatina ve salatu ve selamu ala khatemi enbiyaihi ve rusulih ve radiyallahu anis sahabe ecmain ve anit tabi'in lehum bi ihsanin ila yevmiddin. Amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə sizə salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Amma sonra bugünkü dərsimiz mühəddislərin imamı, İmamul Mühəddisin və Əmir əl-Möminin fil hədis, hədisdə Əmir əl-Möminin ləqəbi ilə ləqəbləndirilmiş İmam Əl-Buxarinin həyatından olacaqdır. Biz inşallah bu dərsdən başlayaraq İslam alimlərinin həyatlarını götürəcəyik ki, dərslərimizdə ki, inşallah onları tanımaqda və onların həyatını, məlumatlarını əldə etməkdə də böyük faydalar vardır. Və bu səbəbdən də biz İslam alimlərinin, böyük İslam alimlərinin həyatlarına, onların biografiyalarını və mənqibələrini dərslərimizdə götürəcəyik ki, bu babdan da inşallah, bu tərəfdən də inşallah elmimizi artıraq və faydalanaq. İmam Əl-Buxari Əbu Abdullah İbni Əbul-Həsən Muhammed bin İsmail bin İbrahim İbni Muğirə bin Bərdizbəh Əl-Cufidir, Əl-Buxaridir. Amma Əl-Cufi olmasının səbəbi, yəni bu nisbəti götürməsinin səbəbi onun babası Əl-Muğirənin Yəmən Əl-Cufi tərəfindən İslamı qəbul etməsi səbəbindəndir. Yəni onun babası, İmam Əl-Buxarinin babası Əl-Muğirə Məcusi idi və Cufi qəbiləsindən olan Yəmən Əl-Cufi adlı bir nəfərin əli ilə, onun köməkliyi ilə, onun yardımı ilə İslamı qəbul etdiyi üçün bu ada nisbət edilir. Qədimdə belə bir örf var idi ki, yəni adət var idi ki, dəvət edilərkən, yəni bir şəxs vasitəsilə dəvət olunduğu zaman, yəni İslama gəldiyi zaman o şəxsin, qəbiləsinin adını nisbət götürərək özünü həmçinin o qəbiləyə nisbət edirdi və belə bir qayda var idi. Və həmçinin onun ləqəblərindən biri, yəni Muğirənin daşıdığı ləqəblərdən biri Vəlaul İslam ləqəbidir ki, buna həmçinin nisbət edilir. Necə ki, bu barədə İmam Ən-Nəvəvi Təhzib-u Əsma-i və Lüğət kitabında 1-ci cild 67-ci səhifədə, həmçinin İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 478-ci səhifədə bunları qeyd etmişdir. Amma Buxari nisbətini götürməsi isə onun Mavərəin Nəhirdə, yəni Əl-Buxara şəhərində anadan olmasıdır və özünü ora nisbət etməsidir ki, həmin şəhər də hal-hazırda Özbəkistan Respublikasında yerləşir, Əl-Buxara şəhəri. Onun babası Bərdizbəh Fars idi və o Bərdizbəh kəlməsinin mənası, yəni əkinçi mənasını ifadə edir və o Məcusi idi və sonra onun oğlu Muğirə İslamı qəbul etmişdir və
Yəmən Əl-Cufi vasitəsilə qəbul etdiyi üçün həmçinin Əl-Cufi nisbətini də özünə, nəslinə götürmüşdür. Bu səbəbdən İmam Əl-Buxarinin əsli Fars ölkəsindəndir. İbn Həcər Əl-Əsqalani demişdir ki, Kənə Bərdizbəh farisiyyən ələ-dini qavmihi, yəni Bərdizbəh İmam Buxarinin babalarından biri, o Fars idi və qövminin dinində idi, yəni məcusi idi. İbn Həcər Əl-Əsqalani Fəthül Bari kitabının müqəddiməsi 477-ci səhifədə bunu qeyd etmişdir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edilmiş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin məhz Fars evladlarından və ya Fars torpağından gələn kişilərin və ya kişinin elmdə, dində böyük mərtəbəyə nail olacağını qeyd etmişdir ki, bəzi alimlər də bunun məhz İmam Əl-Buxari olduğunu qeyd etmişlər. Necə ki, İmam Müslim, Ət-Tirmizi, İmam Əhməd və başqaları Əbu Hureyrədən rəvayət etmişlər ki, demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, لَوْ كَانَ الدِّينُ اِنْدَ السُّرَيَّ لَذَهَبَ بِهِ رَجُلٌ مِنْ فَارِسِ اَوْ قَالَ مِنْ أَبْنَاءِ فَارِسِ حَتَّى يَتَنَوَّلَهُ. Əbu Hureyrədən rəvayət edilmişdir, demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, əgər din Süreyya planetində olsaydı, Farslardan bir kişi gələrdi və ya Farsların oğlan evladlarından gələrdi və hətta onunla məşğul olardı, hətta ona toxunardı. Buradan da bu hədisdən də dindən məqsəd məhz şəri elmdir, şəri elmi ifadə edir və həmçinin şəri elmlərdən də ən üstünü olan, ən yüksək fəzilətlisi və ya üstünü olan Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edilən hədisləri özündə ihtiva edən hədis elmini, rəvayət elmini ifadə edir ki, İmam Əl-Buxari də rəvayət elmində üstün olan mühəddislərdən biri idi. Necə ki, ləqəblərindən biri İmamül Muhəddisin, yəni mühəddislərin imamı, yəni hədis alimlərinin imamı və ya Əmir əl-Möminin fil hədis, hədisdə Əmir əl-Möminin mərtəbəsində olan birisidir. Həmin hədisi İmam Müslim Səhih kitabında 2546 sayılı rəvayətdə, İmam Tirmizi Sünən kitabında 3261 sayılı rəvayətdə, İmam Əhməd Əl-Müsnəd kitabında 7950, 8081, 9440 və 10057 sayılı rəvayətdə rəvayət etmişlər. Həmçinin bu hədisi başqa mühəddislər də rəvayət etmişlər. İmam Əl-Buxari cümə günü, cümə namazından sonra Şəvvəl ayının 13-cü günü Hicri 194-cü ildə Buxara şəhərində anadan olmuşdur. Necə ki, İmam Əl-Buxaridən rəvayət edilmişdir ki, qeyd etmişdir ki, o bu tarixdə doğulduğunu atasının xətti ilə bir yazıda görmüş olduğunu qeyd etmişdir. Necə ki, bunu İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 477-ci səhifədə qeyd etmişdir. İmam Əl-Buxari kiçik yaşlarında olarkən atasını
itirmişdir, atası vəfat etmişdir. Bu səbəbdən də anasının yanında böyümüşdür. Atası onun ailəsinə, anasına çoxlu sayda mal tərk etmişdir ki, bu mal səbəbinə görə, yəni tərk etdiyi mal səbəbinə görə də anası onun evladlarının tərbiyəsi və əxlaqı və elm əldə etməsi üçün istifadə etmişdir. Necə ki, atası, yəni İmam Əl-Buxarinin atası İsmail vəfat edərkən demişdir ki, bəs قال أبوه إسماعيل عند وفاته لا أعلم في مالي درهما من حرام ولا شبهة. Demişdir ki, onun atası İsmail vəfat etdiyi zaman demişdir ki, mən malımda hər hansı bir dirhəm haram və ya şübhə qarışdığını bilmirəm. Yəni mənim malım elə bir haldadır, vəziyyətdədir ki, əldə etdiyim mal ona nə bir haram mal qarışmışdır, nə də bir şübhəli mal qarışmışdır. Necə ki, bunu İmam Əl-Buxari özü Ət-Tarixul Kəbir kitabının 1-ci cildi 342-ci səhifəsində atasının tərcüməyi halını qeyd edərkən bunları qeyd etmişdir. Həmçinin İmam İbn Hibban da Əs-Siqat kitabında 8-ci cild 98-ci səhifədə İmam Əl-Buxarinin atası İsmail İbni İbrahim İbni Muğirə Əl-Cufinin bioqrafiyasını, yəni tərcümə halını qeyd etmişdir. Yəni onu siqatlar, yəni güvənilən ravilər sırasında qeyd etmişdir. İmam Əl-Buxari Tarixul Kəbir kitabında atasının Həmmad İbni Zeydi gördüyünü, həmçinin Safih İbni Mübarəki gördüyünü, onlarla qarşılaşdığını, həmçinin İmam Malikdən hədis eşitdiyini qeyd etmişdir. İmam Əl-Buxari Ət-Tarixul Kəbir 1-ci cild 342-ci səhifədə bunları qeyd etmişdir. İmam Əl-Buxari kiçik yaşlarında olarkən onun gözləri hər iki gözündən kör olmuşdur, kiçik yaşlarından və 7 yaşda olarkən onun anası çox ibadətkar qadın olduğu, əməli salih qadın olduğu üçün və evladının, yəni İmam Əl-Buxarinin gözlərinin açılması üçün çox sayda Allaha dua etməsi səbəbindən bir gecə İbrahim əleyhissalamı yuxusunda görmüşdür. Necə ki, bu barədə olan rəvayətdə deyilir ki, yəni anası, yəni İmam Əl-Buxarinin anası İbrahim əleyhissalamı yuxuda görərkən görür ki, İbrahim əleyhissalam ona yuxuda deyir ki, فَقَالَ لَهَا يَا هَذِهِ قَدْ رَدَّ اللّٰهَ عَلَى إِبْنِكَ بَصَرَهُ بِكَسْرَةِ دُعَائِكَ أَوْ بُكَائِكَ فَأَسْبَهَ وَقَدْ رَدَّ اللّٰهَ لَهُ بَصَرُهُ. Anası İbrahim əleyhissalamı yuxuda görərkən demişdir ki, bəs ey filankəs, ey bu, bəs uca Allah sənin çoxlu dua etməyin və ya ağlamağın səbəbindən sənin evladının, oğlunun gözlərini qaytardı, yəni görməsini özünə qaytardı və anası sabaha, yəni çıxdığı zaman, yəni sabah durduğu zaman gördü ki, artıq uca Allah evladı, yəni İmam Əl-Buxarinin Muhammed bin İsmailin gözlərini açmışdır və o artıq gözləri görməyə başlamışdır. Necə ki, bunu Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 6-cı səhifədə, İmam Əl-Mizzinin Təhzibul Kəmal kitabı 24-cü cild
438-ci səhifə və İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabı 478-ci səhifədə bunları qeyd etmişlər. İmam Əl-Buxarinin elm tələb etməsi və hədis üçün səfərlər etməsi. İmam Əl-Buxari hədis və elm tələb etməyə cavan yaşlarından başlamışdır və bu 10 yaşında olmuşdur ki, həmin zaman öz şəhərində, yəni Buxarada yerli şeyxlərin vasitəsilə elm tələb etməyə başlamışdır. Buxarada olduğu müddətdə və hətta hədis elmi üçün səfərlər etməmişdən qabaq Buxarada 16 yaşına qədər Abdullah ibn Mübarək və İmam Vakinin kitablarını əzbərləmişdir. Necə ki, bunu Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 7-ci səhifədə və İmam Əz-Zəhəbi Sirə Aləmun Nübəla kitabında 12-ci cild 394-cü səhifədə bunları qeyd etmişlər. Necə ki, İmam Əl-Buxari özü bunu qeyd etmişdir. Ona sual verilmişdir ki, və qad suiləl Buxari keyfə kənə bəd'u əmrik qalə əlhimtu hifzəl hədis və ana fil küttab fəqilə kəm kənə sinnuk qalə 10 sinin əv əqal fələmmə ta'antu fi 16 sənə kuntu qad hafiztu kutubu İbn Mübarək və Vaki və ariftu kəlamə həuləyi. Deyilir ki, İmam Əl-Buxariyə sual edildi ki, bəs sən bu işə, yəni elm tələb etməyə necə başladın, başlanğıcda nələr etdin? O demişdir ki, mən hədis əzbərləməyə başladım və mən yazarların, hədis yazanların yanında idim və ona deyilmişdir ki, bəs neçə yaşın var idi o vaxt və bunun üzərinə demişdir ki, 10 yaşım və ya 10 yaş və ya ondan daha da az. Və sonra sözünə davam edərək İmam Əl-Buxari demişdir ki, 16 yaşına çatdıqda mən Abdullah ibn Mübarək və Vakinin kitablarını hifz etmişəm və mən onların kəlamlarını öyrənmişəm, yəni onların üsulunu və s. qaydalarını öyrənmişəm. Necə ki, bunu İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 478-ci səhifədə qeyd etmişdir. Necə ki, İmam Əl-Buxari sözünə davam edərək demişdir ki, Sümmə xərəctu mə ümmi və əxi ilə Məkkə fələmmə həcəctu rəcə əxi bihə və təxəlləftu fi tələbil hədis. İmam Əl-Buxari sözünə davam edərək demişdir ki, sonra, yəni bundan sonra, yəni 16 yaşımdan sonra anam və qardaşım ilə Məkkəyə həcc etməyə, həccə səfər etdim və həcc etdim. Qardaşım onunla, yəni anamla birlikdə qayıtdı, yəni Buxaraya. Lakin mən elm, hədis, yəni hədis elmi tələb etmək üçün onlardan ayrıldım və orada qaldım. Necə ki, bunu Tacuddin Əs-Subqi Təbəqatu Şafiyyəl Kubra kitabında 2-ci cild 212-ci səhifədə, həmçinin Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 478-ci səhifədə bunları qeyd etmişlər. Bu, İmam Əl-Buxarinin elm tələb etməkdə ilk səfəri idi və bu hadisə hardasa hicrətin 210-cu illəri idi və ya buna yaxın illərdə baş vermişdir. Bundan sonra Mədinəyə, Şama, Misrə, Neysabura, Əl-Cəzirəyə, Bəsrəyə, Kufəyə, Bağdada, Vasitə, Mərvə, Rəy şəhərinə, Bəlxə
və başqa şəhərlərə elm tələb etmək üçün səfərlər etmişdir. Necə ki, İmam Əl-Xatibul Bağdadi İmam Əl-Buxarinin elm tələb etmək üçün etdiyi səfərləri qeyd edərkən demişdir ki, Rahala fi tələbəl ilm ilə sayiri muhaddisil əmsar. Demişdir ki, İmam Xatib Əl-Bağdadi bəs elm tələb etmək üçün İmam Əl-Buxari bütün şəhərlərdə olan, yəni başqa şəhərlərdə olan böyük mühəddislərin yanına elm tələb etmək üçün səfərlər etmişdir. Necə ki, bunu Əl-Xatib Əl-Bağdadi Tarix-u Bağdad kitabında 2-ci cild 4-cü səhifədə, həmçinin İmam Əz-Zəhəbi Sir-i Alamun Nübəla kitabında 12-ci cild 394-cü səhifədə qeyd etmişlər. Hətta bir dəfə İmam Əl-Buxari gənc yaşlarında olarkən onun öz şeyxindən Əlləmə Əd-Daxilinin səhvini tutmuşdur. Necə ki, onun dərsində olarkən Əd-Daxili, yəni şeyxi Əd-Daxili hədis rəvayət edərkən belə bir isnadı qeyd etmişdir. Demişdir ki, bəs Süfyan Əbu Zübeyrdən, o da İbrahimdən rəvayət etmişdir. Belə bir sənəd qeyd edərkən İmam Əl-Buxari demişdir ki, bəs Əbu Zübeyr İbrahimdən hədis rəvayət etməmişdir. Lakin Əd-Daxili buna təəccüb etmişdir və sonra öz yazdığı kitabdakı olan sənədə baxdığı zaman bunun düzgün olduğunu, yəni bunun düz dediyinə görmüşdür və hətta demişdir ki, bəs sən buna nə cür bilmisən və ya nə cür xəbərdar olmusan. Bu da göstərir ki, yəni İmam Əl-Buxari hətta gənc yaşlarında, hətta həmin zaman bəzi rəylərə görə onun 11 yaşı var idi. O artıq öz şeyxində olan, şeyxinin dediyi xətaları qeyd edə bilir və ya tuta bilirdi. Necə ki, bu qissa rəvayət edilmişdir bir çox kitabda, mənbədə. Necə ki, bunu həmçinin Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 7-ci səhifədə, Hafiz İbn Həcər Əl-Əsqalani Əl-Fəthul Barinin müqəddiməsində 478-ci səhifədə, həmçinin İmam Əl-Qastalani İrşad-ı Sari kitabının müqəddiməsində 1-ci cild 27-ci səhifədə, həmçinin İmam Əz-Zəhəbi Tarix-u İslam kitabının 243-cü səhifəsində, həmçinin İmam Əz-Zəhəbinin Sir-i Alamun Nübəla kitabının 12-ci cildi 393-cü səhifəsində, həmçinin İmam Əl-Mizzinin Təhzibul Kəmal kitabının 24-cü cildi 439-cu səhifəsində bunları, bu rəvayəti rəvayət etmişlər. İmam Əl-Buxarinin şeyxləri. İmam Əl-Buxari vəfatından bir ay qabaq belə bir söz söyləmişdir ki, demişdir ki, mən 1080 şeyxdən hədis yazdım. İmam Əl-Buxari elm tələb etməyin əvvəllərində Buxarada ilk öncə Abdullah ibn Muhammed ibn Abdullah ibn Cəfər ibn Yəmən Əl-Cufi Əl-Müsnədidən, həmçinin Muhammed ibn Salam Əl-Beykəndidən və başqa bir cəmaatdan, yəni başqa bir alimlərdən hədis eşitmişdir. İmam Əl-Buxarinin şeyxlərini Hafiz İbn Həcər Əl-Əsqalani qismlərə bölərək 5 təbəqəyə bölmüşdür. Onlardan birincisi tabiinlərdən hədis rəvayət edənlərdir. Bunlar tabiinlərdir, yəni 3-cü nəsildən olanlardır. Məsələn, Muhammed ibn Abdullah Əl-Ənsari, Məkki ibn İbrahim, Ubeydullah ibn Musa və başqaları.
bu təbəqədəndir. İkinci təbəqədən olanlarsa hansılar ki, həmin əsrdə olmuşlar, yaşamışlar, lakin tabiinlərin güvənilənlərindən hədis rəvayət etməmişlər, eşitməmişlər. Məsələn, Adəm İbni Əbi İyas, Seyyid İbni Əbi Məryəm, Əyyub İbni Süleyman və onun mislində olanlar kimi. Üçüncü təbəqə, İmam Əl-Buxarinin şeyxlərindən orta təbəqədən olanlar, hansılar ki, tabiinlərlə qarşılaşmamışlar, lakin tabiinlərin böyüklərindən elm almışlar. Bunlardan da məsələn, Süleyman bin Hərb, Qutaybə bin Səyid, Ali ibn Mədini, İbn Məyin, Əhməd ibn Həmbəl, İshaq ibn Rahuvey, Əbu Bəkir ibn Əbu Şeybə və onun mislində olanlar. Dördüncü təbəqədən olanlarsa elm tələb etməkdə ona dostluq edənlər bu təbəqəyə daxildir. Hansılar ki, ondan əvvəl də hədis eşitmişdilər. Bunlar Muhammed ibn Yəhyə Əz-Zühli, Abd ibn Hümeyd, Əbi Hatim Ər-Razi və bunların təbəqəsindən olan böyük sayda bir cəmaat. Və beşinci təbəqədən olanlar hansılar ki, sünnətləri və isnad tələb etməkdə onunla tələb etməyə hazırlaşırdılar. Onunla elm tələb etməyə hazırlaşmışlar. Necə ki, məsələn, bunlardan hansılar ki, məsələn, Abdullah ibn Həmməd Əl-Amili, Abdullah ibn Əbil As Əl-Xavarizmi, Hüseyin ibn Muhammed Əl-Qubani və başqaları bu təbəqəyə daxildilər. Amma İmam Əl-Buxarinin şeyxlərinə gəlincə, bunlar deyildiyi kimi 1000-dən yuxarı olmuşdur. Lakin bunların bəzi məşhur olanlarını qeyd edəcək. Bunlardan, şeyxlərindən İmam Əhməd ibn Həmbəl, İshaq ibn Rahuvey, Əli ibn Mədini, Nuaym ibn Hammad Əl-Murvəzi, Yəhyə ibn Məyin, Yəhyə ibn Abdullah ibn Bukeyr və başqalarıdır ki, bunların hamısının adını qeyd etmək təbii ki, burada imkan xaricindədir. Bu səbəbdən də biz yalnız İmam Əl-Buxarinin şeyxlərindən məşhur olan şəxsiyyətlərin adlarını qeyd etməklə kifayətlənirik. Çünki deyildiyi kimi 1000-dən yuxarı şeyxdən, hətta 1080 rəqəmindən söhbət gedir. Yəni 1080 şəxsdən İmam Əl-Buxarinin hədis rəvayət etdiyi rəvayətlərlə qeyd edilmişdir. İmam Əl-Buxarinin tələbələri, İmam Əl-Buxaridən çoxlu sayda cəmaat, yəni çoxlu sayda insan dərs almışdır ki, onların dəqiq sayını müəyyənləşdirmək mümkün deyildir. Necə ki, Əl-Hafiz Salih ibn Muhammed Əl-Cizrə ləqəbi ilə ləqəbləndirilmiş Salih ibn Muhammed demişdir ki, Kənə yəctəməu ləhu fi Bağdad və həddəhə əksər min 20.000 yəktubunə ənhu. Necə ki, Əl-Hafiz Salih ibn Muhammed demişdir ki, o Bağdadda olarkən, yəni İmam Əl-Buxari Bağdadda olarkən onun dərsində 20.000 nəfərdən çox adam var idi ki, ondan hədis yazardılar, hədis yazırdılar. Bunu, bu rəvayəti İmam Əz-Zəhəbi Sir Alamun Nübəla kitabında 13-cü cild 433-cü səhifədə qeyd etmişdir. Həmçinin qeyd edilmişdir ki, bəs Səhih kitabını, yəni İmam Əl-Buxarinin yazdığı Səhih kitabını ondan hardasa 90.000-ə yaxın tələbə eşitmişdir və o kitabı yazmışlar və rəvayət etmişlər. Necə ki, bunu Əl-Xatibul Bağdadi Tarixi Bağdad kitabında 2-ci cild 9-cu səhifədə, İbn Xallukan
Vafiyatul Ayan kitabında 4-cü cild 190-cı səhifədə, İmam Əz-Zəhəbi Sir-i Alamun Nübəla kitabında 12-ci cild 398-ci səhifədə və İmam Ən-Nəvəvi Təhzib-u Əsma' və Lüğət kitabında 1-ci cild 90-cı səhifədə qeyd etmişlər. Onun tələbələrinə gəlincə, tələbələr deyildiyi kimi çoxlu sayda onun tələbəsi olmuşdur və hamısının adını burada qeyd etməyimiz mümkün deyildir. Lakin biz tələbələri arasında ən məşhur olanları inşallah qeyd edəcəyik. İmam Əl-Buxarinin məşhur tələbələrindən İmam Müslim Səhih kitabının sahibi, İmam Ət-Tirmizi Sünən kitabının sahibi, onun tələbələrindən həm məşhurlarından həmçinin Əbu Hatim və Əbu Zur'a, Ər-Razi, İbn-i Xuzeymə, Salih ibn Muhammed və başqaları vardır. İmam Əl-Buxarinin ibadətləri deyilir ki, rəvayət edilmişdir ki, Ramazan ayı daxil olduğu zaman tələbələri, əshabları onun yanına toplaşardılar və onunla birlikdə namaz qılardılar. Hər rükətdə 20 ayə, hər rükətdə 20 ayə oxuyardı və beləliklə Ramazanda Qur'anı qiraətlərdə xətm edərdi. Çoxlu Qur'an oxuyardı və 3 günə Qur'anı xətm edərdi. Həmçinin elə olardı ki, bir gündüzə və həmçinin bir gecəyə Qur'anı xətm edərdi. Yəni tam oxuyub qurtarardı. İmam Əl-Buxarinin hifzi və zəkası. İmam Əl-Buxari böyük hifzə və zəkaya sahib idi. Necə ki, İmam Əl-Buxarinin özündən rəvayət edilmişdir, demişdir ki, Qaləl Buxari rahiməhullah, əhfəzu 100,000 hədis səhih və əhfəzu 200,000 hədis qeyri səhih. Deyilir ki, İmam Əl-Buxari demişdir ki, mən 100,000 səhih hədis və 200,000 qeyri səhih hədis əzbərləmişdim. Bu rəvayəti Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 24-cü səhifədə, İmam Ən-Nəvəvi Təhzibul Əsma' və Lüğət kitabında 1-ci cild 68-ci səhifədə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 488-ci səhifədə bunları qeyd etmişlər, rəvayət etmişlər. Həmçinin İmam Əl-Buxaridən rəvayət edilmişdir, demişdir ki, və qalə kətəbtu ən əlfə şeyxin və əksər ən kulli vahidin minhum əşərat ələf və əksər mə indi hədis illə əskuru isnədə. Rəvayət edilmişdir, İmam Əl-Buxari demişdir ki, mən 1000 şeyxdən və daha çoxundan, 1000-dən artıq şeyxdən hədis yazdım və onların hər birindən 10.000 və daha artıq rəvayət hədis yazdım və mənim nəzdimdə elə bir yazılmış hədis yoxdur ki, mən onun isnadını bilməyim, yəni hafizəmdə onun isnadı olmasın, elə bir hədis yoxdur. Yəni yazdığım bütün sənədləri, rəvayətləri, hədisləri əzbərimdə bilirəm. Bu rəvayəti İmam Əl-Buxaridən Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 24-cü səhifədə, 2-ci cild 10-cu səhifədə və Tacuddin Subki Təbəqatur Şafiiyyə kitabında 2-ci cild 222-ci səhifədə rəvayət etmişlər. Həmçinin İmam Əl-Buxarinin hifzi və zəkasının nə cür olmasına, yüksək olmasına dəlalət edən dəlillərdən birində deyilir ki, və qalə Muhammed ibn Əbu Hatim Əl-Vərraq Səmiyyətu Haşid ibn İsmail və əxər yəquləni
kənə Əbu Abdullah Əl-Buxari يختلف معنا إلى مشايخ البصرة وهو غلام فلا يكتب حتى أتى على ذلك أيام فكنا نقول له إنك تختلف معنا ولا تكتب فما تصنع فقال لنا يوما بعد 16 يوما إنكما قد أكثرتما علي وألهحتما فأعرض علي ما كتبتما فأخرجنا إليه ما كان عندنا فزاد على 15,000 حديثا فقرأها كلها عن ظهر قلبي حتى جعلنا نحكم كتبنا من حفظه ثم قال أترون أني أختلف هدرا وأدي أيامي فعرفنا أنه لا يتقدمه أحد. Rəvayət edilmişdir ki, Muhammed İbni Əbu Hatim Əl-Vərraq demişdir ki, eşitdim Haşid İbni İsmaildən və başqa birindən ki, deyirlər ki, İmam Əl-Buxari bizimlə bərabər Bəsrə şeyxlərindən hədis yazardıq və o uşaq idi və o hədisləri yazmazdı. Biz hədisləri yazardıq, lakin o hədisləri yazmazdı və beləsinə bir neçə gün keçdi. Və bir gün biz ona dedik ki, bəs sən bizimlə birlikdə gəlirsən, lakin hədisləri yazmırsan, bəs sən niyə belə edirsən? Yəni, sənin hədər yerə gəlib, gedirsən, vaxtını burada itirirsən, mənasını ifadə edir bu sözlərin və dərslərə başladıqdan 16 gün sonra o bir gün bizə dedi ki, bəs siz mənə bundan daha çox faydalı olduğunuzu, yəni bu dərslərdən daha çox fayda götürdüyünüzü və buna görə məni hədis yazmamağıma görə məni qınadığınıza görə gətirin yazdıqlarınızı mənə ərz edin görüm, siz nə yazmışsınız və biz nəzdimizdə olan hədisləri çıxardıq ki, həmin vaxt bizim nəzdimizdə olan hədislərin sayı 15.000-dən çox idi və o hifzindən, əzbərindən onların hamısını oxudu və hətta biz elə hökm verdi ki, elə zənn etdi ki, yəni o buna hafizəsindən deyil, yəni yazdığı bir mənbədən oxuyur, yəni belə zənn etdik və bizim yazdıqlarımızı əzbərindən oxudu və sonra dedi ki, bax görürsünüzmü ki, mənim sizinlə birlikdə gəlməyim hədər deyildi və mən günlərimi hədər yerə zay etməmişəm və rəvayət edən demişdir ki, biz o zaman bildik ki, ondan daha önə keçən kimsə bir nəfər yoxdur və olmayacaqdır. Bu rəvayəti də Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 14-cü səhifədə, həmçinin Tacuddin As-Subki Təbəqat-ı Şafiyyə kitabında 2-ci cild 217-ci səhifədə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 479-cu səhifədə bu rəvayəti rəvayət etmişlər. Həmçinin İmam Əl-Buxarinin hafizəsinə dəlalət edən rəvayətlərdən biri də onun Bağdada gəlişi ərəfəsində Bağdad alimlərinin 100 hədisi isnadlarını qarışdıraraq məclisdə, toplandıqları məclisdə ona ərz etmələridir ki, o belə bir hədisləri bilmədiyini, İmam Əl-Buxari belə bir hədisləri bilmədiyini demişdir və sonra o rəvayətləri, 100 rəvayətin hamısının doğru isnadları ilə onlara bəyan etmişdir və öz hafizəsinin, zəkasının güclülüyünü həmin günü onlara isbatlamışdır. Necə ki, bu rəvayəti Xatibul Bağdadi Tarix-i Bağdad kitabında 2-ci cild 20-ci səhifədə, Tacuddin Əs-Subki Təbəqat-ı Şafiyyə kitabında 2-ci cild 218-ci səhifədə və Hafiz İbn Həcər Əl-Əsqalani
Hədyus Sari kitabında 486-cı səhifədə rəvayət etmişlər. Həmçinin İmam Əl-Buxarinin hafizəsinin güclü olmasına ispat edən dəlillərdən də biri, məsələn, Səmərqənddə 400 nəfərin hədis tələb edən 400 tələbənin 7 gün bir yerə toplanaraq, deməli, Muhammed bin İsmaila qarışdırmaq, yəni hədisləri qarışdırmaq istəmələri olmuşlar. Onlar deməli, Şam isnadlarını, İraq isnadlarına, Yəmən isnadlarını Məkkə, Mədinə isnadları ilə qarışdırmışlar və ona ərz etdikləri zaman, ona bəyan etdikləri zaman o bütün bu hədislərin isnadlarını və mətinlərini düz şəkildə, yəni qarışdırılmamış şəkildə onlara bunu bəyan etmişdir. Necə ki, bunu İmam Əz-Zəhəbi Sir Alamun Nübəla kitabında 12-ci cild 411-ci səhifədə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədyus Sari kitabında 479-cu səhifədə qeyd etmişlər. Həmçinin İmam Əl-Buxarinin hafizəsini qeyd edərkən İmam İbn Kəsir qeyd edərək demişdir ki, qalə İmam İbn Kəsir qad zukiru ənəhu kana yanzuru fil kitab mərratan vahidə fəyəhfəzahu min nazarihi vahidə və əxbər anhu fi zəlikə kəsira. İmam İbn Kəsir demişdir ki, ondan qeyd edilmişdir ki, bəs o bir dəfə kitaba baxmaqla, bir baxışla kitabda olanları əzbərləmişdir. Necə ki, ondan bu barədə olan xəbərlər çoxluq təşkil edir. İbn Kəsir Bidayə və Nihayə kitabı 11-ci cild 25-ci səhifədə bunları qeyd etmişdir. Alimlərin İmam Buxariyə etdikləri sənalar, mət və sənalar. İmam Əl-Buxari ilə Əli ibn Mədinə arasında olan münasibət barədə rəvayət edilir, deyilir ki, Zukira qavlu Buxari li Əli ibn Mədini, yəni qavləhu, mə istəsxartu nəfsi illə beynə yədəyyə Əli ibn Mədini, fəqalə Əli, dəv həzə, fə innə Muhammed ibn İsmail ləm yara mislə nəfsəh. İmam Əl-Buxarinin Əli ibn Mədiniyə dediyi sözlər qeyd edilir ki, yəni mən özümü Əli ibn Mədinidən başqasının qarşısında özümü heç kiçik görməmişəm sözlərinə qarşılıq Əli ibn Mədini demişdir ki, bunları tərk et. Şübhəsiz ki, Muhammed ibn İsmail onun mislində olan birisi heç görülməmişdir. Bu rəvayəti İmam Nəvəvi Təhsib-u Əsma-i Lüğət kitabında 1-ci cild 69-cu səhifədə, İmam Əz-Zəhəbi Sir Alamun Nübəla kitabında 12-ci cild 420-ci səhifədə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədyus Sari kitabında 483-cü səhifədə bunları qeyd etmişdir. Amr ibn Ali Əl-Fəllas demişdir ki, və qalə Amr ibn Ali Əl-Fəllas, hədisun la ya'rifahu Muhammed ibn İsmail leysə bi hədis. Amr ibn Ali Əl-Fəllas demişdir ki, Muhammed bin İsmail'in bilmədiyi bir hədis deyildir. Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabı 2-ci cild 18-ci səhifə, İmam Ən-Nəvəvi Təhzib-u Əsma-i Lüğət kitabı 1-ci cild 69-cu səhifə və İmam Əz-Zəhəbi Sir Alamun Nübəla kitabı 12-ci cild 420-ci səhifədə bunları, bu rəvayəti qeyd etmişlər. İshaq ibn Rahuvey İmam Əl-Buxari barədə demişdir ki, qalə İshaq ibn Rahuvey, uktubu ənə həzə şəb
yəni el-Buxari فَلَوْ كَانَ فِي زَمَنِ الْحَسَنِ لِإِحْتَجَّ إِلَيْهِ النَّاسِ لِمَعْرِفَتِهِ بِالْحَدِيثِ وَفِقْهَهُ. İshaq ibn Rahuvey demişdir ki, bu cavandan, yəni Buxaridən hədis yazın. Əgər o Əl-Həsənin zamanında olmuş olsaydı, insanlar onunla ihticac edərdilər, yəni hüccət götürərdilər. Nə üçün? Çünki onun hədis və fiqhi bilməsi səbəbindən. Bu rəvayəti İmam Əz-Zəhəbi Sir Alamun Nübəla kitabında 12-ci cild 421-ci səhifədə, həmçinin Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabında 484-cü səhifədə rəvayət etmişlər. İmam Əbu İsa Tirmizi İmam Əl-Buxari barədə demişdir ki, və qalə Əbu İsa Tirmizi ləm ərə bil-İraq və lə bi-Xurasan fi mənəl iləl və tarix və mərifətul əsanid ələm min Muhammed ibn İsmail. Əbu İsa Tirmizi demişdir ki, nə İraqda, nə Xorasanda hədisin iləlini, yəni qüsurlarını, tarixini, isnadları bilməsini Muhammed İbni İsmail'dan daha güclü bilən birisi görülməmişdir. Yəni, belə birisi nə İraqda, nə də Xorasanda görülməmişdir. Şərh-u İləl-u Tirmizi kitabı 1-ci cild 32-ci səhifədə bu rəvayət etmişlər. Həmçinin Nuaym bin Həmmad və Yaqub ibn İbrahim Əl-Darvaqi demişlər ki, və qalə Nuaym ibn Həmmad və Yaqub ibn İbrahim Əl-Darvaqi Muhammed ibn İsmail fəqihu həzihil ümmə. Nuaym ibn Həmmad və Yaqub ibn İbrahim Əl-Darvaqi demişlər ki, Muhammed ibn İsmail bu ümmətin fəqihidir, fiqh alimidir. Əl-Xatibul Bağdadi Tarix-i Bağdad kitabı 2-ci cild 22-ci səhifədə, İmam Əz-Zəhəbi Sir-i Alamun Nübəla kitabı 12-ci cild 419-cu səhifədə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabı 483-cü səhifədə bunu qeyd etmişlər. Rəvayət edilir ki, İmam Əl-Buxarinin tələbəsi İmam Müslim onunla qarşılaşdığı zaman deyərdi ki, qala İmam Müslim li İmam Əl-Buxari da'ni uqabbil ricleykə ya ustazul ustazin və seyyidil muhaddisin və tabibul hədisi fi iləli. İmam Müslim İmam Əl-Buxariyə deyərdi ki, ey ustazların ustazı, yəni professorların professoru, mühəddislərin seyyidi, hədis elminin, iləlinin, qüsurlarının təbibi, izin ver, ayaqlarını yuyum. İmam Nəvəvi Təhzib-u Əsma-i-Lüğət kitabı 1-ci cild 70-ci səhifə və İmam Zəhəbi Sir-i Alamun Nübəla kitabı 12-ci cild 432-ci səhifə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabı 489-cu səhifədə bunları qeyd etmişlər. Həmçinin İmam Müslim İmam Əl-Buxari barədə demişdir ki, lə yəbğədukə illə hasidən və əşhədu ənəhu leysə fid-dünya mislukə. İmam Müslim demişdir ki, səni pisləyən, sənə buğz edən yalnız həsəddən başqa bir səbəbdən bunu etməz və həmçinin mən şəhadət verirəm ki, dünyada sənin mislində olan bir kəs yoxdur. İmam Nəvəvi Təhzib-u Əsma-i-Lüğət kitabı 1-ci cild 70-ci səhifə və İbn-i Kəsir Əl-Bidayə və Nihayə kitabı 11-ci cild 25-ci səhifədə bu rəvayəti qeyd etmişlər.
Həmçinin onun barədə İmam Əhməd ibn Həmbəl demişdir ki, və qalə Əhməd ibn Həmbəl mə uxricət Xorasan mislə Muhammed ibn İsmail. İmam Əhməd ibn Həmbəl demişdir ki, Xorasandan Muhammed ibn İsmailin mislində olan biri heç çıxmamışdır. Yəni, elə bir alim Xorasandan çıxmamışdır. Əl-Xatibul Bağdadi Tarix-u Bağdad kitabı 2-ci cild 21-ci səhifə, İmam Nəvəvi Təhzib-u Əsma-i-Luğat kitabı 1-ci cild 68-ci səhifə və İmam Əz-Zəhəbi Sirə Alamun Nübəla kitabı 12-ci cild 422-ci səhifədə bu rəvayəti qeyd etmişlər. Abdullah ibn Səid ibn Cəfər demişdir ki, və qalə Abdullah ibn Səid ibn Cəfər səmiyyətul uləmə bil-Basra yəqulunə mə fid-dünya mislə Muhammed ibn İsmail fil-mərifə və-səlah. Abdullah ibn Səid ibn Cəfər demişdir ki, eşitdim ki, Bəsrə şəhərinin alimləri deyirlər ki, dünyada Muhammed, yəni dünyada mərifətdə, başa düşməkdə və salahda, yəni islah etmədə Muhammed bin İsmailin mislindən olan birisi yoxdur. Yəni dünyada belə olan birisi, onun kimisi yoxdur. İmam Zəhəbi Sirə Alamun Nübəla kitabı 12-ci cild 442-ci səhifə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabı 486-cı səhifədə bunları bu rəvayəti qeyd etmişlər. Həmçinin tələbəsi İbn Xuzeymə demişdir ki, və qalə İbn Xuzeymə mə rəaytu təhtə ədimis səməyi ə'ləm bi hədisi Rasulillahi sallallahu aleyhi və səlləm və əhfazu ləhu min Muhammed bin İsmail. Tələbəsi İbn Xuzeymə demişdir ki, səma altında Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərini bilən və əzbərində tutan, əzbərləyən Muhammed bin İsmail'dan başqa birisini, onun mislində olanını heç görmədim. İmam Zəhəbi Sirə Alamun Nübəla kitabı 12-ci cild 431-ci səhifədə bu rəvayət etmişlər. Həmçinin Əbu Bəkir ibn Əbi Şeybə və Muhammed ibn Abdullah ibn Numeyr demişlər ki, və qalə Əbu Bəkir ibn Əbi Şeybə və Muhammed ibn Abdullah ibn Numeyr mə rəəynə mislə Muhammed bin İsmail. Əbu Bəkir ibn Əbi Şeybə və Muhammed ibn Abdullah ibn Numeyr demişlər ki, Muhammed bin İsmailin mislində olan birisini heç görmədik. İmam Əz-Zəhəbi Sirə Alamun Nübəla kitabı 12-ci cild 431-ci səhifə və Hafiz İbn Həcər Əl-Əsqalani Hədiyyus Sari kitabı 489-cu səhifədə bu rəvayət etmişlər. İmam Hafiz İbn Kəsir İmam Əl-Buxari barədə demişdir ki, və qalə Hafiz İbn Kəsir huvə imamu əhlil hədis fi zəmanih vəl-muqtada bihi fi əvanih vəl-muqaddəm alə sairi ədrabihi və əqranih və qalə və qəd kənə Əl-Buxari rahiməhullah fi qayətil həya və şücaə və səxa vəl-vəra və zühd fi dünya darul fəna və rəğbətə fil-axira darul bəqa. Hafiz İbn Kəsir demişdir ki, o, yəni İmam Əl-Buxari zamanında əhli hədisin imamıdır və ona uyulur və ondan sığınacaq tapılır, yəni onun elmindən və o öz yaxınları və mərtəbəsində olan başqalarından hamısından öncüldür və həmçinin demişdir ki, İmam Əl-Buxari rahiməhullah, Allah ona rəhmət etsin, həya sahibi idi, şücaət, səxavət, vəra, zühd sahibi idi, müvəqqəti olan, fəna olan dünyada və həmçinin ahirətdə də qalıcı olan evdə, dünyada da
rəğbət sahibi idi, sahibidir. İbn Kəsir Əl-Bidayə və Nihayə kitabı 11-ci cild 24-cü səhifədə bunları qeyd etmişdir. Muhammed bin Yahya Əz-Zühli ilə ləfz məsələsində olan mihnəsi, yəni fitnəsi, ixtilafı. İmam Əl-Buxari Hicrətin 250-ci ilində neysə bura gələrkən insanlar onu böyük əzəmətlə qarşılamışlar və insanlar onun ətrafına toplanmışlar və həmin məclisdə İmam Əl-Buxariyə sual etmişlər ki, bəs Quranın ləfzləri barədə sual edərək demişlər ki, mə təqulu fi həzə fil ləfzi bil Quran məxluqun huvə əm qeyri məxluq fəəcəbə bi qavlihi əl-Quranu kəlamullah qeyri məxluq və əf'alul ibad məxluqa vəl-imtihanu bidə. İmam Əl-Buxariyə Quranın kəlmələri barədə sual edilərkən ki, o məxluqdur ya məxluq deyildir, cavab verərək demişdir ki, Quran Allahın kəlamıdır və məxluq deyildir. İnsanların feilləri, qulların əməlləri məxluqdur və insanı imtihan etmək bidətdir. İmam Əz-Zəhəbi bunu Sir-i Alamun Nübəla kitabında 12-ci cild 454-cü səhifədə rəvayət etmişdir. İmam Əl-Buxarinin yazdığı kitablar. İmam Əl-Buxari çoxlu sayda kitablar yazmışdır, təlif etmişdir. Bu kitabların ən məşhuri Əl-Camius Səhih kitabıdır, yəni Səhih adı ilə, müxtəsər olaraq Səhih adı ilə məşhur olan bir kitabdır və İmam Əl-Buxari bu kitabda, yəni ilk dəfə İslam dünyasında Səhih adlı bir kitab yazmışdır və bu kitabda Peyğəmbər sallallahu aleyhi və səlləmin müxtəlif fiqhi bablarda olan hədislərini toplamışdır. Həmçinin İmam Əl-Buxarinin kitablarından Əl-Ədəbul Mufrad, Əsəmi Sahabə, Əl-Əşribə, Tarixul Kəbir, Tarixul Əvsat, Tarixul Səğir, Təfsirul Kəbir, Xəlqu Əf'alil İbəd, Rəf'u Yədeyn Fissalat, Duafa'u Səğir, Əl-İləl, Əl-Fəvaid, Əl-Qiraət Xəlfəl İmam, Qadaya Sahabə və Tabi'in və Əqvaluhum və Əqavilihim, Əl-Kuna, Əl-Məbsud, Əl-Müsnədul Kəbir kimi kitabları vardır. İmam Əl-Buxarinin vəfatı. İmam Əl-Buxari Buxaraya elm tələb edib Buxaraya qayıtdıqda bəzi insanlar, yəni Buxaranın əmirinin vəzirləri və s. insanlar onu şikayət etmişlər və onlar ondan qeybət edərək əmirin yanında onu pisləmişlər və onun, yəni İmam Buxarinin əmiri devirmək üçün Buxaraya gəldiyini əmirə çatdırmışlar, qeyd etmişlər və bu da İmam Əl-Buxarinin Buxara əmiri ilə arasının pozulmasına səbəb olan amillərdən biri olmuşdur və o, yəni Buxaranın əmiri ona məktub yazaraq saraya dəvət etmişdir ki, gəlib sarayda, yəni saray əhlinin uşaqlarına elm keçməsini ona əmr etmişdir. Lakin İmam Əl-Buxari bu təklifi geri çevirərək demişdir ki, elm üçün gedərlər, elm kiminsə ayağına gəlməz. Əgər elm əldə etmək istəyirsinizsə, gəlin mədrəsəmə və mədrəsəmdə elm əldə edin. Onun bu cavabına əmir qəzəblənmiş və onun üstünə dəstə qoşun, yəni bir dəstə göndərərək onu həbs edilib gətirilməsini istəmişdir. Və
saray əhlindən kimsə İmam Buxariyə bu barədə xəbər verərək onun Buxaranın həmin yeri tərk etməsini istəmişdir və İmam Əl-Buxari Buxaranı tərk edərək Səmərqənd istiqamətinə götürmüşdür və Səmərqəndin Xərtəng adlanan kəndinə gəlmişdir və orada bir müddət yaşamışdır və şiddətli xəstəliyə düçar olmuşdur və gecə namazında bir gün hətta dua edərək Allahım, ya bu dünyada qalmaq mənim üçün xeyir varsa, məni bu dünyada saxla, əks halda məni nəzdinə qaldır kimi belə bir dua etmişdir. Və bu hadisədən 3 gün sonra İmam Əl-Buxari 6-cı gün gecədə, yəni Fitr bayramı gecəsində, yəni Ramazan bayramı gecəsində İşa namazı zamanı vəfat etmişdir. Hicrətin 256-cı ilində Səmərqəndin Xərtəng adlanan kəndində vəfat etmişdir. Və bayram günü, yəni Ramazan bayramı günü zöhr namazından sonra Xərtəng kəndində dəfn edilmişdir. Allah ona rəhmət etsin. İmam Əl-Buxari həyatda 62 il 13 gün həyat sürmüşdür. Allah ona rəhmət etsin və axirətini cənnətdə sakin etsin inşallah, qəbrini nurla doldursun. Amin. Və sonda da, dərsimizin sonunda yenə də Allah Subhanahu taalaya həmd səna edirəm və Peyğəmbərimiz Muhammed Mustafa sallallahu əleyhi və səlləmə, onun əhl-i beytinə və gözəl biçimdə əhl-i beytinə və bütün sahabələrinə və gözəl biçimdə qiyamətə qədər onların yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.